Bakının Sabunçu rayonunda ər-arvad arasında yaşanan mübahisə sonda cinayətlə nəticələnib. Hadisə ötən ilin iyulun 16-sında rayonun Maşdağı qəsəbəsi Ramona Gülçülük safxozunda baş verib. Beyləqan rayon sakini 1997-ci il təvəllüdlü Eldar yaşadıkları evin yataq otağında arvadı Zəminə ilə mübahisə edib. Onların arasında mübahisənin yaranmasına səbəb isə qısqanclıq zəminində olub. Belə ki, qadın ərinin başqası ilə münasibətdə olduğunu bildiyini deyib. Bundan sonra onların arasında mübahisə yaranıb. Yaranmış mübahisə sonda dava dalaşla nəticələnib. Eldar arvadının qolundan tutaraq üz nahiyəsinə bir yumruq zərbəsi vurub. Faktla bağlı Eldarın barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan edilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkərlə barışıq əldə edib. Bu səbəbdən də qadın ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb. Sabunçu rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib. Qeyd edək ki, adları şərti verilib.